Bəli. Başqalarına çatdır. İnsanların halı çox qəribədir Şən qardaş. Görürsən ki, yəni əsas olan bir şey. Halbuki həm tövhidi Allaha ibadəti də olsun və həmçinin o qədər səhabələr olub. Həm ibadəti olub, həm də var-dövləti olub insan. Əlbəttə, yəni Allah Taala tacir olub, pulu olub, hər şey, amma tövhidi də olub. Tövhidin olsun, ibadəti elə, yəni tövhidi ibadət eləmək, yəni bir insanın Allaha ibadət etməsi o demək deyil ki, o tərk dünya olur. Bəli. Necə ki, Allah Quranda buyurur ki: "Vabtaghi fīmā ātāka Allāhu ad-dāra al-āxirah və lā tansə nasībaka minəd-dunya." Allahın sənə verdiyi nemətlərlə axirətə can at, yəni axirəti qazan. Amma dünyadan da payını götür, unutma. Və ona görə tövhid neməti çox əzəmətli nemətdir. Həqiqətən çox böyük nemətdir. Bu nemətə görə Allaha yəni saysız şükür olsun. Şükür etmək lazımdır. Və bu neməti qorumaq lazımdır. Qorumaq üçün nə etmək? Dediyim kimi elm almaq, tövhid elmini öyrənib şirkdən çəkinmək və həmçinin də başqalarına dəvət etmək lazımdır. Və məsələn Quran-ı Kərimdə Nəhl surəsi var, Arısı surəsi. Alimlər bu surəni nemətlər surəsi adlandırırlar. Çünki bu surəni ümumiyyətlə Allah Taala bir çox nemətləri sadalayır, yəni başdan başlayaraq və sonra ayədə axırda buyurur ki: "Və in ta'uddu ni'metallahi la tuhsuha." Yəni Allahın nemətlərini sayıb tutarmaq istəsə, sayıb tutura bilməzsiniz. Bu ayə, bu surədir. Və fikir verin, bu nemətlər surəsinin, Nəhl surəsinin əvvəlini, yəni birinci ayəni Allah Taala bildirir ki, tövhid nemətidir, ən böyük nemət. Allah Taala nə buyurur? Deyir ki, birinci ayə: "Allahın əmri gələcəkdir. Odur ki, onun tez gəlməsini istəməyin. Allah müşriklərin ona qoşduqları şəriklərdən uzaqdır və ucadır." İkinci ayədə: "Allah öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhy ilə göndərib buyurur: Qullarımı qorxudum, xəbərdar edin ki, məndən başqa ibadətə layiq haqq məbud yoxdur, məndən qorxun." Bu ikinci ayə. Sonra o bu ayələrdə Allah Taala göyləri yaratmağı, ondan sonra mal qaranı, sonra Allah Taala insanın nütfədən xəlq etməsini və sair qeyd edir və sonra qeyd edir ki, əgər Allahın nemətlərini sayıb qurtarmaq istəsəz, saymalı olsanız sayıb qurtara bilməzsiniz. Yəni ona görə tövhid ən böyük nemətdir. Və həmçinin Quranın özü də, yəni biz Qurana baxsaq, Quranın əvvəli tövhidlə başlayır. Fatihə surəsi. İyyəkə nə'budu. Yəni fikir versək, əvvəli tövhidlə başlayır, sonu tövhidlə, İxlas surəsi. Və həmçinin də Quranda fikir versək, Quranda da Allah Taala peyğəmbərləri tövhidlə göndərdiyini xəbər verir. Və məsələn Quran-Kərim fikir versək, Quranın ümumiyyətlə hamısı tövhiddir. Necə ki, demək ki, nemət verən, bütün kainatı idarə edən tək özü olduğunu bildirir. Bu demək feili tövhiddir, yəni Allahın nəzəri tövhiddir, əməli tövhiddir və ya Allah Taala demək ona ibadət etməyi buyurur. Allah Taala ona etməyi buyurur və bu isə yəni praktiki tövhiddir və həmçində tövhid əhlinə, yəni Quranın məzmununa baxılır, tövhid əhlinə hazırladığı nemətlərdən buyurur ki, tövhid əhlinə Allah Taala əbədi cənnət hazırlamışdır və ya tövhidi tərk edənlərə verdiyi cəzadan danışır. Yəni Quran hamısı tövhiddir. Quranın yəni fikir versək hamısı tövhiddir.